Planetin ən mühüm iqlim tədbiri olan BMT-nin iqlim dəyişiklikləri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 30-cu sessiyası bu il 10-21 noyabr Braziliyanın Belém şəhərində baş tutdu. Amma diqqət çəkən məqamlar iqlim mövzuları deyil, zəif təşkilatçılıq, etinasız yanaşma, pavilyonlardan birində baş verən yanğın oldu. Bütün bunların fonunda dünya Azərbaycanın COP29 tədbirinə olan yanaşmasını, tədbirin yüksək səviyyədə təşkil olunmasını bir daha aydın formada gördü. Ötən il bütün dünyanın diqqətini Bakıya cəmləyən COP29 tədbiri ilə müqayisədə bu il Braziliyanın Belém şəhərində baş tutan COP30-a maraq çox aşağı səviyyədə olub. Braziliya hökuməti tədbir ilə bağlı təkcə infrastruktur layihələrinə 1 milyard dollar civarında vəsait xərclədiyini açıqlayıb. Amma gözlənilən nəticə əldə olunmayıb. Başlıca səbəblərdən biri isə tədbirin keçirilməsi üçün Belém şəhərinin seçilməsidir. Belə ki, Sky News nəşri yazır ki, tədbirin keçirildiyi Belémə yağışlı meşələr şəhəri deyirlər. Hazırda şəhərdə güclü yağışlar yağır. Üstəlik, bölgə yoxsulluğu və sosial bərabərsizliyi ilə seçilir. Digər bir problem isə ölkənin ən böyük dini festivallarından biri olan Rio de Nazaré mərasiminin COP30-la eyni vaxta düşməsidir. Nəticədə şəhərin küçələrində COP30 konfransının qonaqlarından daha çox dini mərasimin iştirakçıları gözə dəyib. Ölkəmizdə keçirilən COP29 tədbiri ilə bu tədbiri müqayisə etməliyik və ölkəmizin nə qədər böyük işin öhdəsindən gəlməsini də fəxrlə deyə bilərik. Çünki bu tədbir həqiqətən də çox böyük uğurla həyata keçirildi və əldə olunan razılaşmalardan tutmuş təşkilati, texniki, inzibati məsələlərin həllinə qədər Azərbaycan bütün detalları dəqiqliklə həyata keçirmişdir. Reutersin məlumatında isə qeyd olunur ki, COP30-a qatılması planlaşdırılan təxminən 50 min insan yer çatışmazlığı səbəbindən tədbirdə iştirak edə bilməyib. Yerin azlığı qiymətlərin də kəskin bahalaşmasına səbəb olub. Tədbirdə bir sıra dünya liderləri iştirakdan imtina edib. Halbuki Bakıdakı tədbirə 80-ə qədər dünya lideri qatılmışdı. Bundan əlavə COP29-da Azərbaycan ev sahibi kimi tədbirdə elə şərait yaratdı ki, qlobal cənubu ilə şimalı bir araya gətirmək, onları bəşəriyyət üçün önəmli mövzuların müzakirəsinə cəlb etmək mümkün oldu. Bakıda keçirilən tədbir həm də nəticəsinə görə fərqləndi. İqlim maliyyələşməsi, zərər və etkilərlə bağlı fonun yaradılması, Paris İqlim Sazişinin 6-cı maddəsinin razılaşdırılması kimi mühüm nailiyyətlər də Bakıda əldə olunmuşdur. Eyni zamanda hətta Braziliyada keçirilən COP30 tədbirində həm də Paris İqlim Sazişinin müddəalarına nəzarət baxımından Azərbaycan da bu prosesdə iştirak edəcəkdir. Bunu deməyə əsas verir ki, Azərbaycanın bu tədbirə töhfəsi və məhz bu tədbir kontekstində həyata keçirilən fəaliyyət daim yadda qalır və Azərbaycanın təcrübəsinə də müraciət edirlər. Bu arada Braziliyada keçirilən tədbir çərçivəsində pavilyonlardan birində yanğın baş verib. Təşkilatçılar nümayəndə heyətini, jurnalistləri və işçiləri təcili olaraq təxliyə etməyə məcbur olublar. Buna baxmayaraq 13 nəfər xəsarət alıb. Hadisə mərkəzin milli və tematik stendlərinin yerləşdiyi sərgi zonasında baş verib. İlkin məlumata görə yanğına elektrik nasazlığı səbəb ola bilər, lakin rəsmi səbəb hələ təsdiqlənməyib. Konfransın işinə müvəqqəti olaraq fasilə verilib. Baş verən yanğın konfrans və tədbirin mövzularından daha çox müzakirə mövzusuna çevrilib. Ekspertlər deyir ki, dünyanın istənilən nöqtəsində hər hansı yanğın kimi force-major halların yaşanması mümkündür, ancaq tədbirlə bağlı bu qədər uğursuzluqlar və yanğın təşkilatçılıqdakı çatışmazlıqları bir daha göz önünə gətirir. Təbii ki, bütün bu xoşagəlməz hallar fonunda qonaqlar ötən il Bakıda keçirilən COP29-un necə yüksək səviyyədə təşkil edilməsini qeyd ediblər. Xatırladaq ki, yüksək təşkilatçılığa görə Azərbaycana rəsmi təşəkkür barədə qətnamədə qəbul olunub. Mələk İnqilablı, ATV Xəbər.